Şəxsən mən qürur duyuram. Bəzən biz sənətkar axtarırıq, hamımız bilirik. Hara gedirik, görürük zanetdə. Sevinirəm ki, mənim öz elimdə, öz kəndimizdə belə böyük, belə ürəklə deyirəm. Belə məzlərimizin bəzəyi yaraşığı xanəndəmiz, operatorumuz, sənətçilərimiz var. Eşq olsun doğma kəndimizə. Xəstə olub min bahara baxmaqdan sağlamlığın zimistanı gözəldir. Gözəl olub hər çəmənə qonmaqdan çirkinliyin saf vicdanı gözəldir. Etibar olsaydı əgər bülbüldə təzə gül sevməzdi hər yeni ildə. Kök sötürüb şah olmaqdan yad eldə öz elinin bir bağbanı gözəldir. Səfər əl götürməz doğru deməkdən, ziyan çəkən olmaz halal əməkdən, minnət ilə çolpa, pulov yeməkdən, öz çörəyinin lap yavanı gözəldir. Sağ ol, müəllim. Həyatdan görürəm, evlərim. Çox gözəl deyirsən qardaş. Allah Teala insana möhkəm can sağlığı versin. Hər şeyi qazanan o canın sağlığıdır. Yaxşılıqla pislik qalar dünyada. Yaxşıları görüb çatsın murada. Əl açmamaq üçün qohuma ya da adama lazımdır canın sağlığı. Məclisdə bir yaxşı söz demək üçün, sözü də yerində düz demək üçün, o bulaq çeşməsindən süz demək üçün adama lazımdır canın sağlığı. Atanın öz yeri ataya qurban, ananın öz yeri anaya qurban, qohuma, qardaşa, bacıya qurban, adama lazımdır canın sağlığı. Hər birinizə möhkəm can sağlığı arzu edirəm. Buyur şərəfkar. Heç kəs toxunmasın Azərbaycana. Yaralı pələngdir, şirdir bu torpaq. Döşündən süd verib travmatiklərə, müqəddəs ocaqdır, pirdir bu torpaq. Zərdüş dodağında dürlü kəlmədir, dünya xalısından keçən ilmədir. Fatihlər çalışdı, bölə bilmədi, əzəldən bir olub, birdir bu torpaq. Günəşdən alıbdır sönməzliyini, qeyrət zirvəsindən elməzliyini, ölüm ayağında dönməzliyini, Seyid mübarizə verdi bu torpaq. Eşq olsun Azəri torpağına.